oynaq ağrıları, diz ağrıları, ümumiyyətlə bu sahədə yaşadığınız problemlə bağlı sizə peşəkar həkim lazımdır və bununla əlaqədar olaraq biz Apro Hospitalda travmatoloq Ceyhun İsmayılovun yanındayıq və Ceyhun bəylə bu barədə danışacağıq və istəyirəm ki, sizə peşəkar istiqamət göstərilsin. Ceyhun müəllim, hər vaxtınız xeyirli olsun. Hər vaxtınız xeyir. Bu sahədə vətəndaşlara, daha doğrusu pasiyentlərinizə nə məsləhət görərdiniz? Hansı problemlərdə əməliyyata getmək olar olmaz və ümumiyyətlə sizə ən çox edilən müraciətlər hansıdır və onun qarşısını almaq üçün hansı addım atırsınız? Ümumiyyətlə, birinci tövsiyəm nədir bizim insanlara? Birinci tövsiyəm mütləq həkimə müraciətdir. Təəssüf ki, bəzən bizim insanlar həkimdən öncə digər sahələrə, yəni yanaşı, sınıqçılara və s. müraciət edirlər. Həkimə müraciət ilkindir. Həkimə müraciətdən sonra, indi əgər bizə müraciətləri götürsək, tək bizə yox, ümumiyyətlə dünyada, əgər oynaq ağrılarında danışırıqsa, ən çox müraciət diz oynağına əlaqədardır. Statistik baxımından və mənim gördüyüm statistikada bunu deyir. Bu da müxtəlif olur. Cavan kontingentdə diz oynağı ağrıları çox zaman idman travmalarına bağlı olur. Daha yaşlı kontingentdə biz diz oynağının aşınmaları ilə rastlaşırıq, artroz deyirik buna. Gənc nəsil və yaşlı nəsildən danışırsınız. Əməliyyat məsələsinə yanaşmaq istəyirəm. Mütləqdirmi əməliyyat olunsun, yoxsa bunun həqiqətən də daha fərqli, zaman alacaq təbii ki, bir müalicə sistemi var? Bugünkü gün əməliyyat hər zaman əməliyyat demək düzgün deyil. Hətta biz müəyyən bir diaqnostik kriteriyalara, rengendimi, MRT-dimi, hansısa bir patologiyanı görürük. Bu hər zaman əməliyyat demək deyil. Əgər cavan pasiyentləri nəzərdə tuturuq, menis travmaları və yaxud da heç cavan olmasında, yəni istənilən kontingentdə menis travması ola bilər. Amma hər menis travması əməliyyatdırmı? Yox. Bizim doğru bildiyimiz yanlışlar var. Təəssüf ki, bəzən MRT rəyini oxuyub əməliyyat haqqında düşünmək düzgün deyil. Menis zədələnmələri bizdə yırtıq kimi qeyd olunur, amma o yırtıq düzgün tərcümə deyil, cırılmasıdır, zədələnməsidir, əgər düz tərcümə eləsək. 3 halda yalnız əməliyyat ola bilər, məsəl üçün. Dizdə ilişmə hissi olanda əməliyyat ola bilər, dizdə mütəmadi olaraq şişmələr olanda əməliyyat ola bilər və dizdə müalicə ilə keçməyən ağrı olduqda əməliyyat ola bilər. Çox vacib strukturdur, əgər menisdən danışırsa, bunu da vurğulamaq istəyirəm. Onu maksimal cavan kontingentdə qoruyub saxlamaq lazımdır, onu bərpa eləmək lazımdır və 3 halda əməliyyat edirik. İlişmə, çox diqqətli oluruq, bu zaman nə olur? Diz kilitlənir müəyyən bir vəziyyətdə, kəskin ağrılar olur, sonra şıqqıltı ilə, tıqqıltı ilə açılır. Bax, bu kilitlənmədir, biz ona blokada deyirik. Şişmələr sinovitdir, yəni biraz loru dildə şişmədir. İnsan biraz yürüyəndə, fiziki aktivlik eləyəndə diz şişir, yəni fərqləndirə biləcək səviyyədə şişir, insan özü fərqləndirə bilir o iki dizini. Bir də üçüncüsü müalicə ilə keçməyən ağrı varsa. Digər hallarda, əgər o menis ilişən deyilsə və biz statistik olaraq insanları, müəyyən yaşda insanları hamını MRT eləsək, görəcəyik ki, bir çoxunda menis zədələnməsi var. Amma onların canınız bir neçə faizi müraciət edir həkimə, hansında ki, doğrudan da şikayətlər var və o zaman. Bu yazda və payızda adətən daha çox bu hisslər oyanır, belə deyək də. Mən daha çox jurnalist olaraq da, ətrafımızda da, dostlarımızda da biz bunu hiss edirik. Məsələn, belə hamının anlaya biləcəyi bir məqama toxunum. Dərhal sizin qeyd elədiyiniz kimi sınıqçıya müraciət edirlər və yaxud da ki, el təbabəti ilə bunu həll eləmək istəyirlər. MRT vacibdirmi və travmatoloq olaraq sizin o anda ağrı tutanda, narahatlıq keçirəndə dediniz, həkimə müraciət eləsin. Həkimə travmatoloqun yanına gəlməlidir, yoxsa birbaşa müayinəyə getməlidir və yaxud avadanlıqlara harasa yoxlanmalıdır. Bu necə olmalıdır? Alqoritm var. Yəni, birinci nə olmalıdır, ikinci nə olmalıdır? İlkin olaraq istənilən halda, istənilən ağrı zamanı həkimə müraciət. Həkimə müraciətdən sonra həkim düzgün müayinə planı seçir. Çox zaman, məsəl üçün, aşınmış bir dizdə bir rengen kifayətdir, oraya MRT lazım deyil. Bəzən mən görürəm, insanlar MRT eləyib gəlir yanıma. Biz adi rengenlə, daha tez bir müayinə ilə biz diaqnozumuzu qoyuruq və müalicə taktikamızı ona uyğun qururuq. Ehtiyacsız bir müayinə olur MRT. Eləcə də əksinə, lazım olan yerdə, MRT lazım olan yerdə biz lazımsız rengen çəkdiririk. Çox vacib məqam, ayaqda olan ağrılar tək oynaq ağrıları olmaya da bilər. Yəni, bel oma nahiyəsindən qaynaqlanan sinir ağrıları da ayaqda ola bilər. O zaman diz ağrısı ilə gəlmiş bir insanı mən bel hissəsinin MRT-sinə yönəldə bilərəm. Bu çox önəmli vacib. Ona görə ilkin olaraq həkim, sonra müayinə və sonra bir şey də vurğulamaq istəyirəm. Yekunda bizim diaqnoz qoymağımız var. Dəqiq diaqnoz qoymalıyıq ki, onun müalicəsində ona uyğun eləyək. Dəqiq diaqnoz qoymaq üçün 90 neçə faiz ehtimalla biz düz diaqnoz qoymağımız üçün 3 dənə faktor var. Birincisi bizim baxışımız, biz kliniki baxış deyirik, yəni bizim xəstəyə baxmağımız. İkincisi ən önəmli müayinələr, müayinələri qiymətləndirməyimiz və
yalnız bu halda biz o düzgün diaqnozu qoya bilərik. Yalnız bu halda. Digər halda biz müayinəyə baxırıqsa, xəstəyə baxmırıqsa, yanlışlıq eləyəcəyik və əksinə.